Xoş gördük hörmətli izləyicilər. Bir daha. İndi isə 5-ci mərtəbədə həmin binanın 5-ci mərtəbəsində 84 kvadratdan ibarət Sultanlı mənzilini çıxıb satışa. 8 mərtəbəli binanın 5-ci mərtəbəsində. Yerləşmə yeri də bir daha vurulmayan Sultan Şahlı Sarayının arxasında yerləşir. 119 nömrəli marşrut dayanacaq xəttinə harasa bir 60-70 metr məsafədədir binamız, belə deyil. Başlamışıq çəkilişə dəhliz hissəsindən. Dəhlizi göstərəcəm. Döşəmə hissəsi metrlardır. Burada bir otağımız yerləşir. Bura qonaq otağı kimi nəzərdə tutulur. Yataq otağı kimi də kim baxır da belə hal-hazırda qonaq otağı kimi nəzərdə tutulur. Çünki burada televizor xəttinin yeri var. Görürsünüz burada yeri qoyulub hazır bir vəziyyətdədir. Bu bizim qonaq otağımızdır. Bura isə mətbəx hissəsi. Qonaq otağından mətbəxə çıxış var. Normal bir mətbəxi var. Bu döşəməsi metrlardır. Bura eyvanıdır. Eyvanı götürürsən. Burada geniş bir eyvan da var. Sayğacı da qoyulub, görürsünüz. Bu da sayğacını göstər. Bir də növbəti uşaqlarla anlamış göstərir. Burada bir yataq otağı. Bölgəsi nəzərdə tutulmuş yataq otağı hörmətli izləyicilər. Burada isə burada sanitar qovuşağı yerləşir. Bunu çək göstər. Burası kiçik bir yataq otağı. Yəni qanuni 3 otaqlı mənzildir hörmətli izləyicilər. 84 kvadrat ibarət qanuni 3 otaqlı mənzildir. Mənzilin qiymətini açıqlama bölməsində qeyd edəcəm. Ümumiyyətlə satışda mənzillərinin çoxdur. Fərq etməz, istər bina evləri, istər yeni tikili bina, istər köhnə tikili bina, həyət evləri, xırdalar, masazır arasında fərqi yoxdur. Yəni, satışda mənzillərinin çoxdur. Bizə müraciət edə bilərsiniz, əgər mənzil satmaq istəyirsə və yaxud da almanla bağlı kanalımıza abunə olun, videomuzu bəyənməyi unutmayın. Bizə müraciət edin, biz sizə istər satışda, istər almaqda köməkli göstərə bilərik. Bugünlük bu qədər. Hələlik sağ olun.